Pulgir insan səni pula satar, pula alar. Həyatda varlığını pulla təsdiq edər. Dəyərsizlik hissini bastırmaq üçün çoxlu pula sahib olaraq hər şey və hər kəsi pulla satın alır. Və bu insanlar unutmasınlar ki, onları da pulla satıb pulla alacaqlar. Bu insanlar daim pul qorxuları olur. İtirmək qorxusu olur. Pul yığmaq istəyi olur. Daim pul yığılsın. Daim pul, pul, pul. 24 saat pul yığmaq haqqında düşünür. Pul əldə etmək. Kimdən necə istifadə edim ki, pul qazanım? Kimi necə manipulyasiya edim ki, pul əldə edim? Bu insanlar əldə etdikləri maddiyyatı, məsələn, maşını, evi, işi, statusu, uşaqlarını belə pul üçün istifadə edər. Yəni özünü təsdiq üçün istifadə edər. Mənim uşaqlarım falan yerdə təhsil alır. Mənim uşağım bunu edir. Mənim uşağım, mənim maşınım, əldə etdiyi telefon belə özünü təsdiqdir. Əldə etdiyi maşın belə, ev belə, məni görün necə güclüyəm, necə bacarıqlıyam bunları əldə edim. Hər zaman özünə bir təsdiq üçün ehtiyacı var. Bu insanlar uşaqlıqdan ana dəyəri, ata dəyəri görmədiyinə görə daim pul əldə edərək ataya, anaya öz dəyərini sübut etmək üçün, yəni belə olublar. Yəni bu bacarığa sahib olmaqları üstün tutublar, güc hesab ediblər. O yüzden pulgir insan hər kəsin davranışında pul axtarar və hər kəsin onu istifadə etdiyini düşünə bilər. Hər kəsi pul üçün yaxınlaşdığını, çünki daim özü də hər kəsi pul üçün istifadə edir və pul üçün əldə etməyə çalışır. Və nəticə nə olur? Bu insanlar bütün, yəni narsistik şəxsiyyət pozuntuları olur birincisi bu insanlarda. Daim özünü sübut etmək üçün, dəyərsizlik, bir heçlik enerjisini bastırmaq üçün, yəni pulla öz gücünü saxlayırlar. İstənilən insana pulla salam verərlər. İstənilən məkana gedərsən, həmin insan geyimi ilə mənə dəyər verin. Bahalı əşyaları sahib olmuşam, əlimdə var, buna görə mənə dəyər verir. Və o insanlar zaman gələr, fırlanar, dövran keçər, əldə etdiyi pul üçün təsdiq etdiyinin karmasından çıxa bilmədiyinə görə, ondan bir dərs ala bilmədiyinə görə, insanları pulu olmayan insana belə salam verməmək, əzmək, onu bir heç görmək karmasını təkrar yaşayır. Nə olar? Yenidən o insan ən aşağı səviyyəyə düşər. Pulsuzluğun nə demək olduğunu başa düşsün ki, başqasına hörmət etmək, dəyər vermək, yəni başqasının pulu olmaq, pulun olmaması, onu əzmək, onu yox etmək demək deyil. Yəni pula görə insana dəyər vermə, karmasını keçmədiyinə görə, keçmiş nəsillərdə də bunu keçmədiyinə görə, eynisini öz övladlarına ötürür və bunun dərsini almadığına görə o sıfırlanır. Əlində əldə etdiyi, hətta bu dünya əhəmiyyətli insan olsa belə, vəzifədə olsa belə, onun əlindən bir şəkildə o alınır və sıfırlanır ki, dərsini alsın. Həmin insanlar pulum yoxdursa ölməliyəm düşüncəsini olur. Pul mənim çünki varlığımı sübut edən bir vasitədir. O, bu həyata gəlişinin bir karmasını yaşamadığına görə, bir hesabatını vermədiyinə görə, o öləndən sonra, yəni özünə qəsd edir, pulum yoxdursa, pulsuz bir heçəmsə, qəsd edir və yaxud da bir şəkildə biabır olmamaq üçün, pulsuz qalıb biabır, rəzil, rüsvay, bazor olmamaq üçün, yəni bir şəkildə beyin onu öldürdüyü, özünü öldürdüyünə görə həyatdan getməyi seçir. Bu işim olmasa mən rəzil, rüsvay olaram və yaxud da bu biznesi keçirməsəm rəzil, rüsvay olaram, bacarmaram, hər hansı bir işi bacarmadım, sıfırlandım, pazor oldum. Yəni, çünki pulum yoxdur, hər kəs mənə dəyər verməyir. Pulum var, puluma görə mənə salam verirlər. Bu insanlar karmalarını keçməlidirlər. Onların yəni, daim qorxuları olur pulu itirmək. Ona görə saxlamağı, gizlətməyi, daim dillərində pul olsa belə pulum yoxdur deyər və o insanlarda heç vaxt pul enerjisi olmur. Yəni ən bahalı əşya alsınlar belə, o kasıblıq enerjisi verir. Nə üçün? Çünki insanın ruhunda pul enerjisi olmayanda əldə etdiyi ən bahalı bir əşya onun əlində pul enerjim var deyə durmaz. Çünki səninlə bərabər o əşya insanın enerjisine yüksək deyil heç bir maddi əşya. Maddiyyata bağlanmaq
aşağı enerjiyə bağlanmaq deməkdir, ondan asılı qalmaq deməkdir. O enerjiden asılı qalma səni heç vaxt ruhi enerjiyə qaldırmaz, ruhani enerjiyə qaldırmaz, yüksək enerjiyə qaldırmaz, ilahi enerjiyə qaldırmaz. İlahi enerjiyə qalxmağın üçün sən düşdüyün yerdən nə üçün düşdüyünü, nə üçün aşağıdasın, hansı dərsi almaq üçün buradasın. Yenidən başqasının enerjisini uğurlayaraq pul enerjisi əldə etməyə, şansına, bərəkətinə, başqa bir pul enerjisində olan insanın uğurunu uğurlayaraq özünə asan yolla pul əldə etmirsən və bunu qoruyub saxlamaq istəyirsənsə, inan ki, bu toz olub gedəcək. Ona görə sənə aid olmayan bir şeyin karmasını yığmısan üstəlik də öz karmanı başqasına atmısan və bunun hesabatını vermədən xəstəlik səndən çıxmaz. O qazandığın pullar xəstəliyə gedər, uşaqlarının xəstəliyinə gedər, özünün xəstəliyinə, hesabatına gedər. Əldə etdiyin mal, mülk bir toz olar, bir heç olar. Ona görə insan ona verilən yolun fərqinə varmalı və o yolu keçməz. İkinci planda ilahi enerjiyə bağlanan insan heç kəsə maddiyatına görə dəyər verməz. Maddiyatı var, yoxdur, önəmsəməz. Vəzifəsi var, yoxdur. Vəzifəsinə və şəxsiyyətinə asılı olmayaraq o insanın maddi vəziyyətinə asılı olmayaraq ona insanlığına görə dəyər verir. Onun insanlığına görə hörmət edər və onun qarşılığında münasibət görər. Və əgər o hörmətə, dəyərə layiqdirsə, bəli, o insan ona hədiyyələrdir, istənilən bir şeyləri verər. Çünki ruhu maddi aləmə bağlı olmayan insan zaten heç nədən hər şey əldə edir. Heç nədən. Yəni onun nələrsə pul tökərək istirahət getməsinə ehtiyac yoxdur. Onun nələrsə pul tökərək bilet almasına, başqa bir həyat yaşamasına, yüksək bir səviyyəyə çıxmasına, hər hansı bir istənilən bir şey əldə etməsinə ehtiyac yoxdur. Misal çəkək. Yəni ən kasıb bir insana kimsə gətirir, ev açarı verir, maşın açarı verir. Yəni şansa, o bilirsiniz nədəndir? O insanın ruhani enerjiyə bağlı olduğunu, o qədər yüksək saf enerjidədir ki, ilahi bir mükafatdır ona. Amma sən gecə gündüz ondan bundan uğurla və özünə uğurluq enerjisində pul əldə et ki, dəyərli olun və düşünürsən ki, bu daim sənin əlində qalır. Xeyr. Qorxu enerjisi verir, itirilmək qorxusu verir, yox olmaq, əlindən getmək, əlində onu daim saxlamaq, qorumaq və bil ki, o enerji bir yerdən sovuracaq, o əlindən gedəcək. İlahi enerjide olan insanlar maddi olan heç nəyə bağlı olmur. Maddiyat onlar üçün bir heç nədir, onlar üçün önəmi yoxdur. Və hər hansı bir maddi sıxıntı yaşayırsa həmin insanlar, bəli, o insanların dərs alması üçündür, daha yüksək mərtəbəyə qalxması üçündür, daha yüksəyə qalxmaq üçündür. Yüksək pul enerjisi olan insana uğurluq olunursa və o insan sıxıntıya düşürsə, maddi və mənəvi, bu deməkdir ki, Allah onu istəyir ki, o insana heç nə olmur. Pislik edən insan, yaxşı insanı pislik edən insan heç zaman heç nə olmur. Çünki ilahi bir qoruma altındadır. Əksinə ona pislik edən insanlar daha betər özlərinə quyu qazmış olur. O insansa daha yüksək ruh enerjisine çıxır. Hər şeyin hesabı var maddi aləmdə və mənəvi aləmdə. Maddi aləmdə biz mənəvi aləmdə baş verən hər şey maddi aləmə köçürmüşük. Biz elə bilirik ki, buradakı qanun yəni nə deyiriksə olur. Xeyr. Mənəvi aləm o qanuna icazə vermirsə olmur. Mənəvi aləmdə, maddi aləmdəki qanuna icazə verirsə o olur. Məsələn, istənilən bir sıxıntı yaşayırıq. Sən o sıxıntının özünə sual ver, özünlə qarşılaşmağa hazırsanmı, özünlə hesablaşmağa hazırsanmı, sən mənəvi çəkdiyin sıxıntını gizlədərək psixoloqa gəlib birini danışıb 99'unu danışmadığın halda hər hansı bir uğura və yaxud da hər hansı bir ruhi mənəviyyata qalxmağını düşünmə. Çünki insanın niyyəti həll edir hər şeyi. Onun saf niyyəti onun varlığını göstərir. Onun saf niyyəti necə yaşayacağını. Biz elə bilirik ki, öldüksə bütün hər şey bağlandı. Keçmişdə baş verən, nəsillərimizin karmalarını biz cavabdeh deyilik. Hər şey cavabdeh. Zaten sən onların həyatını davam edirsən. Heç nə dəyişməyib bu dünyadan köçdüyün üçün, özünlə, ruhunla məşğul olmadığın üçün, bunu mənasız bir şey kimi baxdığın üçün, maddi aləmə nə qədər odaqlansan, o qədər sən itirmiş olursan. Zaten hiçbir şeydə həyatında dəyişiklik yoxdur.
Ona görə ki, enerjin dəyişmir. Enerjin dəyişdiyi halda sən, mən